Ya keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyədə qarşılandığı zaman ayağının altına qırmızı xalça sərilməməsi diqqət çəkib. Bu, Ermənistanda narazılıq yaradıb. Bildirilir ki, xarici qonağın qarşılanmasında qırmızı xalça hörmət və yüksək hörmətin simvolu hesab olunur. Qırmızı xalçanın diplomatiyada istifadəsi qədim dövrlərə gedib çıxır. Folklorumuzda, filmlərimizdə də qırmızı xalça amili tez-tez hallanır. Bəs bu jestin edilməməsi Ermənistana və Paşinyana ünvanlanan bir mesajdırmı? Diplomatik baxımdan bu, hələ tam barışıq olmayıb siqnalı kimi dəyərləndirilə bilərmi? Global Info AZ'a danışan sabiq Xarici İşlər Naziri Həsən Həsənov deyib ki, görüşün rəsmi və ya qeyri-rəsmi olmasına nəzər yetirmək lazımdır. Onun dediklərinə görə qarşılanma mərasimi həm də qəbul edən ölkənin protokolundan asılıdır. Məndə olan məlumata görə Paşinyanın Türkiyəyə gəlişi rəsmi səfər deyil. Ona görə də qeyri-rəsmi səfərlər üçün müəyyən edilmiş protokol səviyyəsində qarşılanıb. Adətən qəbul edən ölkənin protokolu rəsmi səfərlər üçün fərqli, qeyri-rəsmi səfərlər üçün isə başqa qaydalarla tənzimlənir. Bu, şəxsə münasibətlə bağlı deyil, tamamilə prosedur qaydalarından asılıdır. Paşinyanın qəbulu iki dövlət arasında mövcud olan protokola tam uyğundur. Qırmızı xalça yüksək vəzifəli şəxslə görüş zamanı ilk növbədə hörmət əlaməti sayılır. Çox vaxt xarici nümayəndə heyətləri hava limanında və ya mühüm qonaqlar binanın girişində qarşılanarkən qırmızı xalça sərilir. Həmçinin mükafat mərasimləri və təqdimatlarda da qırmızı xalçanı demək olar ki, həmişə görmək mümkündür.